bizim sayfamızda bilgisayar hüquq və insan haqları üzrə ixtisaslaşmış virtual kitabxana var. Və bu kitabxanalara sırf qadın hüquqlarına dair 20-dən çox vəsait yer alır və bu vəsaitlərə maraq olduqca çoxdur. Mənə verilən statistikaya görə 2 il ərzində 11 mindən çox endirimlər var bu vəsaitlər üzrə. Gördüğünüz bu kitap, Gölgədə Qalan Qadınlar kitabı yeni gelmiş. Bu kitabların hiçbiri tek mənim məhsuludur. Bunu əvvəlcə də deyim. Çünki kitabları hazırlayanlar müxtəlif məsləhətləşmələr, mütəxəssislərlə və digər təcrübəli insanlarla da məsləhətləşmişəm, istiqamətləri çoxları müəyyən etmişəm və ondan sonraki prosesdə kitablar tam təkmil hala gəlib çıxardır. Ben artık 20 ile yaxındır ki, Mehribanxananın sıx əməkdaşlıq edirəm. Şəxsi təcrübəmdən və bilirəm ki, Mehribanxananın yazdığı kitablar onun sırf gördüyü təcrübənin nəticəsidir. Çünki bildiyimiz kimi texnologiya faydalı tərəfi olub ki, bəzən fəsadları da olur və bu sosial şəbəkələrdə anonimlik və şifrlənmə funksiyaları əfsad olsun ki, istismarçıların gizlənməsinə və istintaqdan kənar qalmasına bəzən səbəb ola bilir. Xüsusilə kitabın mövzularını nəzərdən keçirsək, sonraki əsas qrupların çox spesifik, ağır həyatı təcrübələridir. Ona görə də mən xüsusi edilmək istəyirəm ki, bu kitabların yazılmasında həqiqətən siz böyük bir emosional zəhmətə qatlaşmışsınız. Buna görə sizə təşəkkür edirəm.